Bugünkü Şamaxı, bugünkü Şirvan, bağçası bağıdır Azərbaycanın. Sənət kilkəsidir, söz sərrafıdır, şair yığınağıdır Azərbaycanın. Hikmət dəryasıdır adi bir çoban, dindirsən danışar, dinər mehriban. Bugünkü Şamaxı, bugünkü Şirvan, qədim sorağıdır Azərbaycanın. Cümə məscidinə kim olub zəvvar, nəsildən nəsilə qalıb yadigar. Şirvan üzümündə günəş rəngi var, səfalı çağıdır Azərbaycanın. Göylərə ucalan Pirqulu dağı, kəsilməz üstündən gələn qonağı. Torpaqlar içində Şirvan torpağı, qızıl bayrağıdır Azərbaycanın. Babam Nəsimi, gənc Seyid Əzim, bu yurtda dəfn oldu, büküldü dizim. Yalçın qayalara həkk olan izim, əlvan boyağıdır Azərbaycanın. Alqaid, İlqar, Şirvanın gücü biləkdə, əbədi yurt salıb eşqin ürəkdə. Şirvan şeiriyyatda, mərdanəlikdə sönməz ocağıdır Azərbaycanın. Şirvan şeiriyyatda, mərdanəlikdə sönməz ocağıdır Azərbaycanın. Bu qədim torpaqdan, oradan da Azərbaycan mədəniyyətinin bəlkə də bütöv bir xalqa kifayət edə biləcək qədər sənətkar elə bir dənə Şirvandan çıxıb, Şamaxıdan çıxıb. Mən Azərbaycan mədəniyyətinin tarixindən danışanda həmişə bu məsələni qeyd edirəm, belə yarı zarafat, yarı gerçək, amma gerçəkdir əslində. Dünyada o qədər xalqlar var ki, onların bütün sənətkarlarını bir yerə yıxsaq, Şamaxının bu başından o başına qədər büstləri düzülmüş şairlərin, sənətkarların sayı qədər olmayacaq. Bu doğrudan da fəxr ediləsi bir